Salam hər kəsə. Bugün sizə güvən imtahanının 11-ci sinif 3-cü qrup blok imtahanından bir dənə maraqlı sual tipini paylaşmaq istəyirəm. Deyir sxemdəki dodaqlanan saitləri və kar samitləri silərək alınan sözün leksik mənasını müəyyən eləyin. Burada deməli dodaqlanan saitləri siləsi olsaq ü, o, ö, bir də u. Sonra kar samitlər k, ş, t. Məncə hamısını sildik. Əlimizdə nə qaldı? M, i, n, a, r, ə. Əlimizdə qalan söz minarədir. Minarə. Məscidlərdə vaizin, xətibin çıxıb vəz xütbə oxuduğu pilləli kürsü, azan vermək üçün məscidlərin yanında və üstündə ucalan güllə, yarımkürə şəklində bina damı qübbə deyil. Deməli, burada düzgün variant olacaq B.